Hər vaxtınız xeyirli olsun, BDM TV-nin daimi izləyiciləri. Məlumumuz olduğu kimi, BDM TV-nin nəzdində bir çox verilişlər öz fəaliyyətini davam etdirir. Bugün yeni verilişlə bizlər sizlərin qarşısına gəlmişik. Yəni, yeni verilişimiz yayınlanır. BDM TV-nin bugünkü verilişini sizə tanış etmək istəyirəm. Verilişimiz strateji baxış adlanır. Bu verilişdə təkcə bugün yox, sabah və gələcəyi düşünmək, hadisələrin səbəb və nəticələrini analiz etmək, qərarların uzun müddətli təsirini qiymətləndirmək, böyük mənzərəni, yəni qlobal və regional konteksti görmək əsas bizim hədəfimizdir. Elə bu səbəbdən də biz qonaqlarımızı verilişə dəvət edərkən məsələlərə bu cür nöqteyi nəzərdən baxmalarını xahiş etmişik. Əziz və dəyərli izləyicilərim, bugünkü strateji baxış verilişinin qonaqlarını sizə təqdim etmək istəyirəm. Verilişimizin qonağı mavi ekrana tanıdığınız kimi Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmail Ağayevdir və tarixçi, tədqiqatçı Həsən Niftəliyevdir. Öncəliklə qonaqları salamlayıram. Həsən müəllim, İsmail müəllim, yeni verilişimizə xoş gəlmişsiniz. Xoş gördük. Allah işimizə van eləsin, xeyirli olsun. Xoş gördük. Bir daha uğurlar arzulayıram. Təşəkkür edirəm. Mən sizin vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, elə icazənizlə verilişimizə sualından başlayaq. Razısınızmı? Deməli, ilk sualımı Həsən müəllimə vermək istəyirəm. Həsən müəllim, bildiyimiz kimi qarşıdan Xocalı faciəsi gəlir. Bu çox ağırlı, acılıdır. İstəyirəm ki, Xocalı faciəsi ilə bağlı ilk sualımı elə sizə verim. Xocalı faciəsi milli yaddaşımızda hansı strateji dərsi qoydu? Sizcə bu ağırlı tarixdən hansı nəticələri çıxartmalıyıq? Buyurun Həsən müəllim. Ceyhun müəllim, əvvəla Xocalı soyqırımı ərəfəsindəyik. Bilirsiniz ki, Xocalı bizim, nəinki bizim xalqımızın, millətimizin, dövlətimizin və hər bir ailənin ən ağır yaralı bir yeridir. Deməli, 92-ci ilin 26 fevralında hadisə baş verdi. Amma bunun müəyyən aspektiv nüanslar var idi. Bəli. Hansı ki, 1988-ci ildən başlayan Dağlıq Qarabağ və Azərbaycan münasibətləri bir tərəfdən də Ermənistan havadarlıq edərək böyük Ermənistan dövləti yaratmaq xülyasına düşmüşdülər. Ancaq bu heç də o demək deyildi ki, ermənilər hansısa bir hərəkət edəcəklər. Daxili gücləri ilə, xarici dəstəklə, deməli, Xocalının adını çəkir ona görə ki, Xocalı strateji əhəmiyyətə malik bir məkan idi. Xocalı, Ağdam, Xankəndi yolunun üstündə, ən yüksəklik təpələr onların əlində. Deməli, Xocalı hadisəsinin, daha doğrusu Xocalı soyqırımının başlamamızdan öncə o vaxtki rəhbərlik Xocalını, mən deyərdim sözümlə, əsl mənasında sahibsiz qoydu. Xocalı dörd bir tərəfdən mühasirəyə alındı. Bir dənə vertolyot yolu qalmışdı. Onda ermənilərin deməli havadarlarıyla birlikdə belə bir ifadə işlədirlər ki, əhalinin çıxması üçün bir hardasa çıxış yolu, koridor qoymuşuq. Bu da heç elə deyildi. Amma hadisə çox dəhşətli bir dərəcədə törənib. Xocalı bizim milli soyqırım günümüzdür.
mən deyərdim ki, bir kəndin o vaxt hələ tam indiki vəziyyətində deyildi, bir kənd kimi qəbul edək də, bir kəndin dörd bir tərəfini yağı düşmənlər bölüb, əli silahlı, bizimkilərinin də əlində ov tüfəngi. Dəhşətin dərəcəsi o qədər, mən deyərdim ki, dünya miqyaslı dəhşətə çevrildi ki, biz onun haqqında bir statistik rəqəm deyim sizə. Bir gecənin içində 613 nəfər güllələnib. Hamısı güllə yarasından ölüb. Bunların içərisində 70 nəfəri təkcə ahıl yaşına çatan qoca babalarımız, qoca nənələrimiz. Rəqəmə baxın. 1275 nəfər əsir götürülüb. Əgər koridor var desə, bu əsirlər niyə götürülməkdir? Koridor qoymuşlarsa, bu insanlar niyə güllələnirdi? Suallar belə çıxır. 25 uşaq hər iki valideynini itirmişdi. 150 nəfər demək, bugünkü tarixə qədər itkin düşübdür. Onların harada olduqları barədə məlumat yoxdur. 120 nəfərə yaxın deyərdim ki, hər iki valideynini itirən uşaqlar qalıbdılar. Çox bir ağır dərddir, çox bir belə deyək, silinməz bir yara qoyubdur Xocalı faciəsi bizim insanlarımızın taleyinə. Sözsüz ki, sualların olacaq, o suallar vaxtında cavablandıracağım. Yara sağalsa da onun çıramı hər bir kəsin ürəyində, hər bir kəsin ailəsində və Azərbaycan ailələrində, Azərbaycan ictimaiyyətində o yaranın yeri bu gündə qalır. Bəli, böyük faciə idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həsən müəllim, çox son təşəkkür edirəm. İkinci sualı ilə İsmail müəllimə başlamaq istəyirəm. İsmail müəllim, Xocalı həqiqətlərinin və deportasiya faktlarının beynəlxalq aləmdə daha effektiv tanınılması üçün hansı strateji addımlar atılmalıdır? İnformasiya müharibəsində biz hardayıq? Çünki Beynəlxalq Diaspora Mərkəzi bu istiqamətdə durmadan layihələr həyata keçiribdir. Bütün ictimaiyyət də bilir ki, siz bu istiqamətdə aldığınız layihələrlə Xocalıya ədalət kampaniyasının ilə vaxtında öncülük etmişsiniz. Zəhmət olmasa buradan başlayaq. Ümumiyyətlə, Xocalı hadisəsi bir sıradan bir kəndin, sıradan bir qəsəbənin, sıradan bir bölgənin bir faciəsi deyildi. Xocalı hadisəsini illər uzunu biz bu təşkilat olaraq və keçirdiyimiz həm tədbirlərdə, həm dinlədiyimiz bu təşkilati məsələlərdə, dinlədiyimiz bu auditoriyalardakı çıxışlarda, həm Azərbaycanın daxilində və Azərbaycanla kənardakı ekspertlərin gözü ilə baxanda, ümumiyyətlə bu Türk dünyasına qarşı erməni diasporasının ermənilə vandalizmin atdığı bir addım idi. Yəni, biləsiz ki, bu düşülmüş şəkildə ermənilər bunu etməklə yanaşı 1915-ci ildə özlərini onların inandırıb, öz ata-babalarından ermənilərə miras qalmış 1915-ci il hadisələrinin qisasını məhz Xocalıda aldılar. Ermənilər çox gözəl bilirlər ki, Azərbaycanda yaşayan bu etniklərdən əlavə insanların, yəni millətimizin əksəriyyəti türklərdir. Yəni biz Azərbaycanlı olaraq türklərik və ermənilər də Zori Balayanın sözü ilə desək, açıq şəkildə bildirdi ki, biz 1915-ci ildə babalarımızın qisasını məhz Xocalıda həmin türklərdən aldıq. Yəni ermənilərin atdığı bu addımlar bir qəsəbəyə hücum etməklə, o qəsəbəni alınmaqla Qarabağın iqtisadi ərazisini genişləndirmək deyildi. Sarkisyan o vaxtı bu məsələlər rəhbəri edirdi və özü prezident olaraq bildirmişdi ki, biz türklərə, yəni Azərbaycanlılara biz göstərdik ki, onların düşüncəsində bir uşağa güllə atmamaq əgər mümkün olmayanı biz etdik ki, onlar görsün ki, biz yəni lazım gələndə uşaqları da qətlə yetirə bilirik. Zori Balayan bunların, deyək ki, lənətə gəlmiş bir yazıçıları var. Zori Balayan 8 yaşda uşağın dərisini soyarkən öz kitabında yazır ki, 5 dəqiqə müddətində o uşaq necə can verməyini mən öz gözlərimlə gördüm. İsmail müəllim, üzrsən, bu dırnaqarası bir aydın sayılır. Biz dünya miqyasında tanınan bir ziyalı sayılır. Yəni, bu qədər məsələyə bu cür yanaşmağın təməlində nə yatır? Yox, müəllim, məsələ bir nətərdir. Məsələ bunların dənizdən dənizə bir dövlət qurmaq xülyaları, bunların
vaxtilə zamanında bunların ölkələri olmayıb, bunların dövlətləri olmayıbdı. Bunlar bilirsən, bir evdə də bir övladın üzərinə həmişə gedirsən, bir övladı çox tanıdıqca o övladın sənə sonradan qayıtması, o yaşadığı travmalarla bağlı sonradan sənə qayıtması çox çətin ağırlı bir vəziyyətdə olur. Bu ermənilər ömür boyu onun bunun əlinin altında işləyib, fəhlə işləyiblər, sürgünlərə məruz qalıblar. Mən onları qınamıram ki, bunlar deyək ki, millət olaraq formalaşmayıblar ki, bunların da bir rəhmli olsun. Mən keçən dəfə çıxışlarım birində dedim ki, bunların aliminin də, ziyalısının da, katibinin də evində Türkiyə nifrət hissi var idi. Bunlar Türkiyə düşməndir və harada türkü gördün, orada öldürmək şüarı ilə yaşayıblar. Məsələn, Həsən müəllim, yəni siz çox geniş məlumatlar verdiniz bu haqda. Biz diaspora mərkəzi olaraq Çexiyada, Avstriyada, Almaniyada, dünyanın çox-çox belə sivil dövlətlərində, Avropanın dövlətlərində bu ictimai sektorla birlikdə tədbirlər həyata keçirtmişik. Xüsusi olaraq Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı Ədalət Kampaniyasına biz də qoşulub Çexiyanın Maçari Kumersini tədbir edirdik. Burada bu Avstriyadan, Almaniyadan ermənilər də gəlmişlər ora. Siz təsəvvür edin ki, erməninin alimi də, erməninin müəllimi də, erməninin keşiyi də Türk məsələsinə gələndə düşmən obraz yaradanda hamısı eyniləşirlər. Yəni onlarda bir rəhmdillik yoxdur da. Yəni deyəsən ki, əlində əskər silah Xocalıya hücum edirsə, bunun yanında keşiyi, yanında ziyalısı desin ki, bunu öldürmək olmaz. Bu gəncdir, bu yaşlı qadındır, bu yaşlı atadır. Yəni onların məhz Azərbaycan xalqının başına gətirdiyi bu müsibət, deyək ki, bu soyqırım aktı məhz bir qəsəbənin ələ keçirilməsi deyildi. Bu bir soyqırım aktı idi. Bu böyük bir faciə idi. Bu faciəni də bizə yaşatdılar. Bayaq Həsən müəllim çox gözəl qeyd elədi ki, o vaxt ki bizim başı pozuq rəhbərlərin olmamasından biz bu faciədən qaça bilərdik. O vaxt ordu quruluşunun zəif getməsindən məhz ermənilər bu faciəni hazırlamağı uzun illərdir planlaşdırmışlar. Onun üçün də siz bilirsiniz ki, 1986-cı ildən Ulu Öndər Heydər Əliyev və Azərbaycanın deməli ümumiyyətlə o vaxtdakı rəhbərlikdən uzaqlaşdırandan sonra deyərdim ki, və Moskvada Qarbaçovun rəhbərliyi altında bu məsələlərə də yaxın buraxmırdılar. Azərbaycanın bir növü həmin dövrlərdə rəhbərsiz bir dövrə gətirib çatdırmışlar. Necə yadınızdadsa, əsrin əvvəlində Nəriman Nərimanova Azərbaycandan deməli Moskvaya aparanda Azərbaycanın başına ermənilərin əli ilə 37-ci il hadisələri gəldi, 48-53-cü il hadisələri gəldi və 1915-18-ci ildə erməni soyqırım hadisələri gəldi. Məhz rəhbərsizliyi ucbatından Azərbaycan xalqının başına Qaradağın faciəsi gəldi, Xocalı faciəsi gəldi. Ümumilikdə Qarabağın 20%-ə yaxın işğalının ermənilər tərəfindən işğal olunmasının nəticəsində bəhrələndi. Bu faciənin əsas kökü böyük dənizdən dənizə yaranmış bir Ermənistan dövlətinin qurulması, bir də ki 1915-ci ildə türklərin sözdə və yalanda erməni soyqırımının əleyhinə olaraq ermənilərin Azərbaycan xalqının başına gətirdiyi bir müsibətdir. İsmail müəllim, çox maraqlı məqama toxundunuz. Yəni bu Xocalı Ədalət kampaniyasında mən mətbuatdan da şahid oldum ki, yəni orada onların apardığı siyasət birbaşa məqsədyönlü siyasətdir. Yəni dünyanın hər hansı bir ölkəsində məkandan asılı olmayaraq onların bir iddiası var idi. Böyük Ermənistan iddiası. Ermənilərin, məsələn, Xocalıda şəhid olmuş nə qədər Azərbaycanlılar var. Həmin onlar, ermənilər, həmin o şəkilləri götürüb bu və digər başqa formada sərgilər təşkil edirlər. Və onun Birləşmiş Millətlər Təşkilatının qabağında, Avropanın ali təhsil ocaqlarında ermənilər kimi göstərirlər ki, güya ki bunlar erməni uşaqları olub Azərbaycan. Ancaq bu məsələlərdə ona görə də Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış Xocalı Ədalət kampaniyasında və Azərbaycan diasporasının qeyri-hökumət təşkilatlarının fədakarlığı nəticəsində bu bir növ bu pəncərəni biz yırta bildik. Siz elə düşünməyin ki, erməni lobbisi sadəcə bir lobbidir. Onlara Yunan lobbisi, əvvəllər Amerikanlılar, bu tərəfdən Ruslar, o tərəfdən İngilislər kifayət qədər kömək edirlər. Ermənilər yəni dayanmadan onları və Avropanı inandırmağa başlamışlar və burada mütləqa bir şey də yaddan çıxartmaq lazım deyil ki, burada ikili standart məsələsi mövcud idi. Burada xristian, müsəlman məsələsi mövcud idi. Siz biləsiniz ki, 4 dənə qətnamə qəbul olmuşdu. 4 dənə qətnamənin heç birində Ermənistan sözü yazılmamışdı qətnamələrdə. Yazılmışdı ki, xarici qüvvələr
və əvvəl hələ birinci daxili qüvvələr yazılmışdı və sonradan bunu xarici qüvvələrə çevirdiler. Ermənistan söz yazılmadı. Bugün elə sizin bu sözünüzün qüvvət olaraq Vəhdət Partiyası ilə baş prokurorluğun, hərbi prokurorluğun birgə təşkil etdiyi Xocalı Ədalət Kampaniyası çərçivəsində bir tədbir keçirildi. Azərbaycan Respublikası keçmiş baş naziri, çox dəyərli ziyalımız Həsən Həsənov o vaxtı Xocalı hadisələri zamanı Birləşmiş Millətlər Təşkilatında Azərbaycan daimi nümayəndəsi idi. O çox maraqlı bir çıxış elədi bugün. Mən bəlkə də bir yenilik oldu. Mən öyrəndim. Deyir o vaxtı 4 qəbul olmuş qətnamədə nə qədər çalışırdıqsa biz Ermənistan sözü kimi yaza bilmirdik. Məcbur eləyəndən sonra deyir fransızların təklifi ilə yerli ermənilər sözü yazılırlar. Yəni yerli ermənilər. Ermənistan indiyə qədər hələ işğalçı dövlət kimi Ermənistan sözü yazdıra bilməyiblər. Yəni o qətnamələrin heç bir də icra olunmayıbdır. Yəni Xocalını biz dünyaya tanıtıra bilməmişik və bu yazınızda da bu yaxın günlərdə cənab prezidentimiz yaxşı söz dedi. Xocalıda sakinlərlə görüşəndə dedi ki, biz öz ərazi bütövlüyümüzü bərpa eləmişik, müstəqilliyimizi bərpa etmişik, Azərbaycanın suveren hüquqlarını bərpa elifdir. Ancaq heç bir zaman Xocalıdakı hadisələri biz unutmamalıyıq. Biz ümumiyyətlə millət olaraq çox unutqan milləti tez yaddan çıxardırıq. Bizə olunan yaxşılığı və pisliyi də tez unuduruq. Ancaq bu elə bir hadisədir ki, Xocalı hadisələri Azərbaycan Türk dünyasının kişilərinin, qadınlarının bir hissiyatına dəymiş hadisələr baş vermişdi orada. O qədər orada vəhşətli, o qədər dəhşətli hadisələr baş vermişdi ki, biz millət olaraq nə qədər Qarabağ işğaldan azad etsək də, sabah Zəngəzuru da işğaldan azad etsək, hətta Dərələzədə getsək də biz Xocalı faciəsini unutmamalıyıq. O bizim bir milli qan yaddaşımızdır. Biz o qan yaddaşı heç bir zaman imkan verə bilmərik ki, sadəcə bir dənə torpaq almaqla biz o silinsin geçsin. Bəli, İsmail müəllim, həqiqətən çox maraqlı məqamlara toxundunuz və xüsusən Xocalı Ədalət Kampaniyasında yəni böyük işlər görüldü. Leyla xanımın rəhbərliyi altında bu kampaniya başlandı. Qeyri-hökumət təşkilatları və digər təşkilatlar da bu istiqamətdə Azərbaycan həqiqətlərini dünyaya mən belə başa düşürəm çatdırmağa. Mən burada məcburam mütləq bu şeydə deməyə. Mən sizə bir şey deyim. Əvvəllər biz çox çətinliklər çəkirdik. Biz icazələr ala bilmirdik, yürüyüş təşkil edə bilmirdik. Azərbaycan dövləti bu məsələlərə əl qoydu. Sözün həqiqi mənasında. Xarici İşlər Nazirliyimiz xətti ilə. Məsələn, biz İğdırda, Karsda, Vanda biz təşkilat olaraq, yerli təşkilatlar, mən xüsusi olaraq burada Göksel Gülbəygilin zəhmətini, İstanbuldakı bizim deməli dəyərli dostlarımızın, Çexiyadakı fəaliyyət göstərən bizim ziyalıların, Profesor Azər Kərimov rəhbərliyi altında görəcəyi işləri, Azərbaycan diasporasının, qeyri-hökumət təşkilatların bu məsələlərə ayırdığı pulları, bu məsələlərdə verdiyi dəstəyi unutmaq olmaz. Yəni biz bir neçə vakuum hissəsində bağlanmış erməni lobbisinin bizi məngənəyə saldığı bir hissəni darmadağın edib bizim Türk diasporası ilə birlikdə mütləqa Türk diasporası və xüsusi olaraq mən sizə bildirmək istəyirəm Yahudi diasporalarının köməkliyi ilə mən burada Aleksandr Şapiro Süleymanın bizim dəyərli dostumuzun məhz Xocalıya Ədalət Kampaniyasında bizim təşkilatı və bizimlə bərabər insanları İsrail parlamentinə, Knessetdə birbaşa çıxış eləməyə imkanını bizim dostlarımız yaratmışdı. Yəni bu bir tarixdir, biz bu tarixi yaşamışıq. Bu tarix bizim unudulması mümkün olmayan bir tariximizdir. Və bu tarix üçün də biz nəsildən nəsilə o faciələri yaşatmaq və bir daha da o faciələrin Azərbaycan xalqının başına gəlməməsindən ötəri bizim vəhdətimiz olmalıdır, bizim birliyimiz olmalıdır, bizim möhkəm deməli həmişə bu yumruğumuz yerində olmalıdır. İsmail müəllim, geniş açıqlamaya təşəkkür edirəm. Yaralı belə sağalır. Əlbəttə ki, Həsən müəllimi də, zabiti də, hamısı əlində verir. Üzr istəyirəm, dəyərli qonaqlarım. Yaralar elə məhz bir tərəfi yaraları sağaldan qüvvələr bax bu dediklər. Üzr istəyirəm, strateji baxış verilişində fikirləriniz həqiqətən çox maraqlıdır. Bir daha sizə təşəkkür edirəm. Amma Həsən müəllimə İsmail müəllim dediyi istiqamətdən bir sual vermək istəyirəm. Həsən müəllim, bildiyimiz kimi bu soyqırım, yəni dünyada soyqırım məsələsi, soyqırım ağır izlər buraxır. Yəni bu minvalla da Xocalı soyqırım və deportasiya faktları beynəlxalq hüquq baxımından, beynəlxalq hüquq baxımından açıq cinayətdir. Yəni bu bilir ki, bilinmənə şəkildə cinayətdir. Yəni belə olan təqdirdə sizcə bu cinayətlər hüquqi siyasi qiyməti verilməsi üçün hansı mexanizmlər daha effektiv ola bilər? Cəmin müəllim, çox yaxşı buyurdunuz. Deməli, Xocalı faciəsinin
il dönümü ərəfəsindəyik. Yaralarımız sanki yenidən qan axıtmağa başlayır. Bayaq demişdim ki, yara sağalır, ancaq çapığın yeri qalır. Bəli. Əsrlər keçəcək, min illər keçəcək, cəmiyyətimiz yenilənəcək, gənc nəsil belə deyək də öz diasporasını yaradacaq, öz təşkilatlarını yaradacaq, özü götürüb, özü düşünəcək. Bu tür halların gələcəkdə yaddan çıxmaması üçün birinci növbədə gənclərimiz formalaşmalıdır. Gənclərimizin formalaşması üçün bu psixoloji hallar var da. Psixoloji hallar nədən ibarətdir? Bəli. Gəncləri tərbiyə eləmək, gəncləri yetişdirmək, bu bir ailənin faciəsi deyil. Bayaq çıxışımın əvvəlində dedim ki, 8 ailə demək olar Xocalı soyqırımı günü 8 ailə Bəli, yer üzündən silindi. Yer üzündən silindi. Bəli. Ata, ana, əmi, dayı, xala, bibi 8 ailə demək olar hamısı silindi. Bax, bu yaranı, bunu psixoloji bir vəhdət yaratmaq lazımdır. Sonra növbəti bir sual meydana çıxır. Gənclərimiz qarşısında biz belə bir sual qaldırmalıyıq. Biz kimik? Kimlik məsələsi. Kimlik və yaddaş formalaşmalıdır. Elə ki, biz kim olduğumuzu dərk eləsək, kim olduğumuzu bilsək, biz yaddaşımızı burada formalaşdırmalıyıq. Gələcək nəsillər mütləq qeyd etməlidir ki, biz kimik, hansı yollar keçmişik? Üzr istəyirəm, Həsən müəllim, siz İsmail mən bayaq dediyim məsələni demək istəyirsiniz. Yəni bizim tarix yaddaşımız biz unutmağı sevən bir xalqıq. Oradan onu demək istəyirsiniz. Biz kimik sualını verməliyik özümüzə. Kimik? Bizim necədir? Hər bir vətəndaş anadan doğulanda ona doğum haqqında şəhadətnamə yazılır. Məqamı gəlib çatar, dindi şükür Allaha pasport verilir. Şəxsiyyət vəsiqəsi verilir. Şəxsiyyət vəsiqəsi verilir ona. Bu şəxsiyyət vəsiqəsi onu adını, soyadını tanıdan bir sənəd olduğu kimi, axı nöqteyi nəzərcə qan yaddaşını unutmamaq üçün, tariximizi unutmamaq üçün, yaşatmaq üçün, başımıza gələn müsibətləri xalqımıza, gələcək nəsillərə çatdırmaq üçün bir sual çıxmalıdır. Biz kimik? Hansı yollardan keçmişik? Üzr istəyirəm, məsələn, siz tarixçi və tədqiqatçısınız. Sizcə, yəni mən sualım biraz kənara çıxmış oldu. Sizcə bu uzun müddət ərzində bir tarixçi kimi biz bu həqiqətləri gənc nəsilə, orta məktəb səviyyəsində bu maarifləndirməni yetəri səviyyədə vermişikmi? Siz tarixçi olaraq nə fikirləşirsiniz? Bilirsiniz, vermişik. Amma yetərincə deyil. Nəyə nəzərdə tutursunuz yetərincə deyil? Deməli, bilirsiniz, haqq ədalət hələ yeri tapmadığına görə mən özümü bir tarixçi olaraq mübarizəmizin başa çatmağını deyə bilmərik. Çünki Amerika Birləşmiş Ştatlarının bir neçə ştatında bu soyqırım tanınır, bir neçə yaxın ölkələrdə tanınır. BMT-nin insan hüquqları haqqında qətnaməsi 1948-ci ildə təsdiq olunmuş və qətnaməsində qeyd olunan soyqırım necə olur? Bir insanın ailəsini kəsmək, ailəsini götürmək, atasız, anasız uşaqlar qalmaq, deməli 613 nəfəri hamısını güllədən keçirtmək, Xocalı faciəsinin o uşaqlar demək əllərdə qalmışdı. Atasını, anasını itirən uşaqlar küçələrdə, dağda, dərədə, Xocalının Ağdam istiqamətində, çöllərində yesir olmuşdular. Ana öz uşağının qucağında boğul səsini duymasınlar. Bax, biz kimliyimizi burada təsdiq eləməliyik. Bu kimi məqamlar bizim kimliyimizdən sonra mənəvi formalaşma aparmalıyıq gənc nəsil arasında. Gənc nəsili formalaşdırmaq üçün birinci növbədə çalışmalıyıq ki, gənc nəsil bilsin ki, Xocalı soyqırımı bir ailənin soyqırımı deyil, bir nəslin soyqırımı deyil, cəmiyyətin, ölkənin, dünya Azərbaycanlarına qarşı hazırlanmış bir qətliam idi, bir soyqırım idi. Sizcə bu tarixçilərin üzərinə böyük yük düşmürmü? Əlbəttə düşür, əlbəttə düşür. Necə? Tarixçilərin üzərinə yük düşür ki,
Tarixçilər, mən deyərdim ki, gecə-gündüz yatmamalıdırlar. Soyqırımın başlanmasını, səbəbini, gedişatını, hər kəsin... Onun nəticələrini çatdırmaq lazımdır. Nəticə yoxdur. Nəticə belə yoxdur ki, sanki beynəlxalq aləm təsdiqləyəcək ki, Xocalı həqiqətən soyqırımdır. Xocalı soyqırımı Azərbaycanlıların həqiqətən də əleyhinə edilmiş bir soyqırımdır. Beynəlxalq diaspora mərkəzləri bugün, beynəlxalq təşkilatlar, Azərbaycan diplomatiyası, Azərbaycan Milli Məclisin xətti ilə, digər təşkilatların, qeyri-hökumət təşkilatlarının xətti ilə, tarixçilərimiz də bərabər əldə olan bütün materiallar, bütün mənbələr Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmağı bizim ən azından o bayaq dedim ki, yaramız sağalır, amma sapığı qalır. O sapığımızın üzərinə su tökmüş olar. Çünki bu qırğın bir ailənin qırğını deyil. Bu bir millətin qırğınıdır. Bu bir cəmiyyətdə bir dərin iz qoyub. Bunu heç vaxt unutmaq olmaz. Həsən mənim bir cümləni, bir sual vermək istəmirəm. Bunu sonra İsmail Məhəmməd bir sual verəcəm. Bu dediğin istiqamətdə mənim sualım tam cavabını alamadım. Yəni bu gənclərin maarifləndirməsindən söhbət açdınız. Bəli. Gənclərin maarifləndirməsi üçün hansı addımlar atılmalıdır? Yəni gənclərin necə biz bu həqiqətləri unutmaması üçün biz onları necə yetişdirməliyik? Gəncləri ilk növbədə Xocalı soyqırımının mən bir misal deyəcəm sizə. Bəli. Biz ana fəryadı abidəsinə bir neçə gündən sonra ziyarətə gedəcəyik. Ata, analar, qardaş, bacılar öz körpə uşaqlarını qucağında uşaq görürəm mən onların. Ana qucağında fəryad edən abidənin ətrafında məktəblərimiz gəlir. Çox gözəl. Uşaq baxçasından dəstə-dəstə uşaqlar gəlirlər. Canlı şahidi olmuşuq, olacağıq da. Mən deyərdim ki, elə evdə, ailədə yetişdirilməlidir. Bağçada yetişdirilməlidir. Çox gözəl. Məktəbdə yetişdirilməlidir. Auditoriyalarda yetişdirilməlidir. Yazar olan, əlində qələm tutub yazı yazmağı bacaran hər bir kəs öz övladına bildirməlidir Xocalı soyqırımının hadisələridir. Zaman gələcək, belə deyim də, biz bu dövrləri görmüşük, biz də dünyamızı dəyişib gedəcəyik. 50 il, 20 il, 30 il, 40 il, 50 il, 60, 70 il. İndiki yeni doğulanlar, məktəbə gedən şagirdlər elə silahlanmalıdır ki, Xocalı soyqırımının məqamlarını, şəkillərini, fotoalbomlarını, sərgilərini. Mən deyim ki, bu yaxınlarda bizim Pirallahı rayonunda Xocalı soyqırımı ilə bağlı bir tədbir keçirmişdi. Uşaq yaradıcılıq mərkəzinin uşaqları özləri öz xətti ilə, öz ruskaları ilə, fırçaları ilə, rəssamlar elə faciənin əks etdirən elə tablolar, elə şəkillər çəkmişdilər. Bax, o uşağın qəlbində o silinməyəcək. Bəli, bəli. Mən istərdim ki, orta məktəbdə, ali məktəbdə, sonra və uşaqlara çatdırmaq üçün də yetər qədər material olmalıdır. Bizlər o materialları yazmalıyıq, sənədləşdirməliyik. Və sizin bu verilişiniz vasitəsilə bir kəlmə sözümüz yəqin ki, bir neçə illər davam edəcək, baxacaqlar. Tarixçilər yetişdirməlidir, yazmalıdır, pozmalıdır. İsmail müəllimin bir diaspora, beynəlxalq diaspora mərkəzi olaraq İsmail müəllim dünyanın, mən deyərdim, bəlkə də bir 10-15 ölkəsində olubdur. Bax, bu cür beynəlxalq diaspora mərkəzləri fəaliyyət göstərməlidir. Milli Məclis kampaniyasında bizim xarici ölkələrdə deputatlarımız harayımızı, səsimizi çatdırmalıdır. Və nəticə olaraq bildirmək istəyirəm ki, bu yara gənc nəslin hər birinə çatdırılmalıdır. Hər bir kəs bunu bilməlidir ki, Xocalı faciəsi bizim ən yaralı bir yerimizdir. Çox gözəl Həsən müəllim, həqiqətən çox maraqlı məqamlara toxundunuz. Gənclərin maarifləndirilməsi olmazsa olmaz şərtidir, çünki onlar bizim gələcəyimizdir. Elə bu minvalla da İsmail müəllimə bir növbəti sual vermək istəyirəm. İsmail müəllim, bugünkü geosiyasi reallıq fonunda Qərbi Azərbaycana qayıdış ideyası bildiyimiz kimi çox gündəmdə olan bir məsələdir və Xocalı
ədalətinin bərpası üçün strateji baxışınız nədir? Siz gələcəyi necə görürsünüz? Yəni elə bu minvallada strateji baxış verilişində bu dəyərləndirməniz önəmli olacaqdır. İlk növbədə biz diaspora və qeyri-hökumət təşkilatları olaraq bu məsələlərin önündə gedən bir təşkilat kimi Azərbaycan dövlətinin apardığı siyasətin tam mərkəzindəyik. Cənab Prezident bu yaxınlarda çox gözəl bir söz deyir ki, dünyada ədalət yoxdur, dünyada hüquq işləmir. Əgər dünyada beynəlxalq hüquq işləsəydi, 4 qətnamə icra olunardı. Əgər beynəlxalq hüquq olsaydı, Qərbi Azərbaycandan deportasiya olunmuş, sonuncu deportasiyanı deyirəm, əvvəllər demirəm, 250 mindən çox Azərbaycanlıların hüquqları tanınardı. Yəni, bugünə qədər Azərbaycan və Türkiyədən başqa Qərbi Azərbaycandan deportasiya olunmuş Azərbaycanlıların haqq və hüquqlarını tanıyan heç bir dövlət yoxdur. Ümumiyyətlə, bu məsələ ilə məşğul olan heç bir qurumlar yoxdur. Yəni, biz Azərbaycan yeganə dövlətdir ki, ədaləti özü bərpa elədi. Biz bugün Hövsanda gedən məhkəmə proseslərində Vardanyan başda olmaqla həbs olunmuş ermənilər bax bu hüququn bərpası idi. Azərbaycan dövləti, Cənab Prezidentin rəhbərliyi altında bizim xüsusi xidmət orqanlarımız erməni vandallarının, erməni bu hərbi birləşmələrində iştirak edən adamların məhz Xocalı, Qaradağlı, deyərdim ki, Qarabağın ermənilər tərəfindən işğalda olunmasının hüququnun bərpasını Azərbaycan özü həyata keçirdi. Məsələn, Gürcüstan da istəyirdi bu addım ata, yadınızdadır? Bəli, bəli. Ata bilmədi. Başqa belə nümunə çəkilməsi çoxlu ölkələr var, bunu həyata keçirə bilmədi. Siyasi iradə çox önəmlidir. Bəli. Siyasi iradə çox önəmlidir. Məhz Cənab Prezidentimizin apardığı beynəlxalq səviyyədə bu siyasi iradə, siyasi görüşmələr, siyasi məsələlərin vaxtında və nə vaxt hansı addımı harada atılmasının yerinə qoyması gətirdi, o yerə çatdırdı ki, biz özümüz öz hüququmuzu özümüz bərpa elədik. Cinayətkarları özümüz ifşa elədik və özümüz də mühakimə elədik. Bugün baxmayaraq ki, deməli, bir nömrəli ofisdə, Vaşinqtonda, Amerika prezidentinin təşkilatçılığı ilə Ermənistan-Azərbaycan münasibətlərində inşallah ki, gələcəkdə sülh müqaviləsi də bağlansın. Bu məsələlərdə ermənilər dəfələrlə məsələ qaldırırlar ki, həmin bu həbsdə olan ermənilərə siyasi bir status versinlər, onları həbsdən azad olunsunlar. Ancaq Cənab Prezident qətiyyətlə bildirir ki, bunlar bəşəri cinayət ediblər. Bunlar Xocalı kimi bir, yəni Cənab Prezidentin baxışı və bizə istiqaməti ünvanlandığı fikir budur ki, Xocalı hadisələri bu bəşəri cinayətdir. Bu bəşəri cinayətdə hətta Cənab Prezident Almanların nasistlərin bu yəhudilərə qarşı apardığı soyqırımdan da bunu dəhşətli fakt kimi dəyərləndirdi. İndi burada sual meydana çıxır ki, biz Qərbi Azərbaycanlılar olaraq bizim talihimiz necə olacaqdır? Yaxşı, biz Qərbi Azərbaycanlıların gələcəkdə bu məsələlərə baxışı necə olacaqdır? Siz bilirsiniz ki, 1988-ci ildə Ermənistandan deportasiyaya məruz qalmış Azərbaycanlılar, o cümlədən Dərəl-Əzdən və Paşalı rayonundan olaraq Terib, Köşbə, Leyli, Qaçan və bir neçə kəndlər Xocalı və Xocalı ətrafı kəndlərə yerləşmişdi, ilk növbədə Şuşaya. Orada da bizim həm qohumlarımız, həm kəndçilərimiz, dəyərli bizim insanlarımız Xocalıda, Quşçularda, Malbəylidə İkinci dəfə, növbəti dəfə erməni vandallarının, ermənilərin soyqırımına orada məruz qaldılar. Məhz qətlə yetirilmiş 613 nəfərin 20-dən çoxu da bizim soydaşlarımızdır. Dağıdılmış bir neçə evlərin bir neçəsi də bizim kəndçilərimizdir. İndi burada birinin adını çəkib, birinin adını çəkməmək olar. Ancaq lazım gələndə mütləq biz bunların adlarını hər dəfə qeyd etməliyik ki, bir ailədən atası, anası, qardaşları deməli şəhadətə getmiş Sevda xanım var, Dilara xanımın qardaşı oğlu, nə məsələn mən deyərdim ki, Roza xanım var, Roza xanımın həyat yoldaşı, Pənah qardaşımızın həyat yoldaşı və qızı, Rəhim dayı, mənim sinif yoldaşım Nəbinin qardaşı, deməli familiya ilə bu günə qədər bilinmir ki, o şəhid oldu, yoxsa girovluqda qalıbdı. Yəni ümumiyyətlə üzürü hesab eləsinlər, bəziləri adları mən belə adam deyəndə yaddan düşə bilmir, sonra da bir qınaq obyektinə çevrilə bilsən. Ancaq yəni bizim elin obanın çox böyük insanları orada
fədakarlıq göstərdilər, döyüşdülər, vuruşdular və şəhid oldular. Yəni biz ermənilərin əlindən bir dəfə Ermənistandan deportasiya məruz qaldıq, gəldi ikinci dəfə yenə ermənilərin əlində, məhz Qarabağda. Ermənilərin əlində ermənilər bizi yenə öz torpağımızda, öz məmləkətimizdə qətliama məruz qoydular. Və bu gün də Azərbaycan artıq öz suverenliyini və müstəqilliyini bərpa eləyibdir. 2023-cü ilə qədər biz müstəqil idik, ancaq suverenliyimiz bərpa olunmamışdı. Siz təsəvvür elə ki, biz gördünüz, cənab prezident dəfələrlə vurğuladı ki, əgər hansısa erməni vətəndaşı, Qarabağda yaşayan erməni vətəndaşı yaşamaq istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul etsin, buyursun, gəlsin, yaşasın. Ancaq bunu Ermənistandan bizi deportasiya eləyəndə bizi bundan soruşan olmadı. Bizə vaxt verdilər, heç vaxt da vermədilər. Biz nə məşəqqətlərlə öz elimizi, obamızı, torpağımızı tərk elədik, gəldik və ermənilər 1825-ci ildən bəri Dağlıq Qarabağa gəlmələrinə baxmayaraq, Qərbi Azərbaycandakı torpaqlarımız bizim ata-baba torpaqlarımız olubdur. Biz ermənilərlə eyniləşdirə bilmərik. Ora qayıtmaq bizim doğal hüququmuzdur. Biz mütləq o hüquqdan istifadə etməliyik. O cümlədən həm diaspora təşkilatları, həm Qərbi Azərbaycan icması, qeyri-hökumət təşkilatları Qərbi Azərbaycanlıların son anına qədər öz ata-baba torpaqlarına qayıtmaq hüququnu öz üzərində saxlamalıdır. İsmail abi, üzr istəyirəm, yəni bildiyimiz kimi hər kəs bilir ki, siz əslən Qərbi Azərbaycanın Paşalı rayon Tev kəndindəsiniz. O cümlədən də Həsən müəllim də Leyliqaçan kəndində, yəni qonşu kəndlərdənsiniz. Məlum olduğu kimi ölkə rəhbəri Qərbi Azərbaycandan qayıdış konsepsiyasını birmənalı şəkildə Qərbi Azərbaycan icmasının üzərinə vəzifə olaraq təyin etdi. Sizcə bu keçən illər ərzində Qərbi Azərbaycan icması və digər qeyri-hökumət təşkilatları, Xocalı Ədalət Kampaniyası və o cümlədən də Qərbi Azərbaycana qayıdış ki, ədalətin bərpa olunmasından söhbət gedir. Sizcə, yəni Həsən müəllim ona cavab verdi, sizcə ona razılaşırsınızmı bir qeyri sədr olaraq? Deməli, mən sizə bir şey deyim ki, məsələn, Qərbi Azərbaycan icmasının yarandığı günə qədər Qərbi Azərbaycanlıların haqq və hüquqların dünya ictimaiyyətə çatdırılmasında qeyri-hökumət təşkilatları, dövlət dəstək agentliyi, QT-lərlə bağlı işləyən bu sistem kifayət qədər tədbirlər həyata keçirir. O cümlədən, məsələn, o təşkilatlardan biri də biz Beynəlxalq Diaspora Mərkəzi olaraq Türkiyədə, İqdirdə, Karsda, Van'da, Çexiyada, Polşada, Avstriyada biz Qərbi Azərbaycanlıların öz ata-baba torpağına qayıtması hüququnu özümüzdə saxlayıb tədbirlər həyata keçirmişik. Bu kütləvi və mütəşəkkil olmayıbdır. Deyim sizə ki, bu kifayət qədər baxımlı olub, kifayət qədər səs gətirən olubdur. Yox, ancaq filmlər hazırlamışıq, İngilis dilində, Rus dilində, ondan sonra Azərbaycan dilində ayrı-ayrı həm ölkə daxilində, həm ölkədən kənarda biz bu böyük tədbirləri həyata keçirmişik. Ancaq məhz cənab prezident uzaq görənliyi ondaydı ki, o çox əla bilirdi ki, Qarabağdan çıxmış ermənilər dünya ictimaiyyətinin başını qatacaq ki, Qarabağa yenidən qayıtsınlar. Bu məsələ idi. Onun üçün də məhz Qərbi Azərbaycanın binasına gəldi. Öz ad günündə gəldi, Qərbi Azərbaycanlılarla görüşdü və Qərbi Azərbaycanlılar üçün bir xəritə yolu cızdı. Bir konsepsiya işlədilər ki, qardaş, biz dünya ictimaiyyətini məlumatlandırmalıyıq və siyahı tutmalıyıq. Siyahıdan keçməliyik ki, biz nə qədər insanlarımız deportasiya olunubdur və bizim istəyimiz nədən ibarətdir? Xüsusi tapşırıqlar verdi, kitabların nəşr olunması, bukletlərin buraxılması, tarixi anların öyrənilməsi. İndi bu nə qədər qarşıya qoyulan məqsədlər icra olunur, o ikinci sualın mənasıdır. Biz dünya ictimaiyyətinin diqqətini Qərbi Azərbaycanlıların öz haqq və hüquqları uğrunda mübarizəyə səfərbər etmişik, etməmişik, bu da növbəti bir sualdır. Bugün Qərbi Azərbaycan icması qarşıya qoyulan məqsədi həyata keçirə bilməyib, bu da başqa bir sualdır. Ancaq ümumilikdə götürəndə 5 il bundan öncəyə baxanda kifayət qədər işlər görülübdür, kifayət qədər nəşrlər var, Qərbi Azərbaycan icması kifayət qədər məlumatlandırıcı lövhələr hazırlayıbdır, kitablar buraxıbdır və tədbirlər həyata keçiribdir. Adamın, yəni, gəlim deyir, o deyir, neynəsəndə haqqı unutmaq olmaz ki, yəni deyək ki, bugün az işlər görülübdür, yox, kifayət qədər işlər görülüb, ancaq görüləsi işlər hələ qarşıda çox böyük görüləsi məsələlər var, işlərimiz var, Həsən müəllim. O qədər böyük işlər var və burada da hamı bir-birinə dəstək durmalıdır, hamı bir-birini bağrına sıxmalıdır, hamı mütəşəkkil olmalıdır. Bizim hamımızın bir düşmənimiz var, o da ermənidir.
İsmail müəllim, elə bax buradaca sizin sözünüzə bir qüvvət vermək istəyirəm. Bilirsiniz, siz bundan öncəki suala cavab verəndə Ermənilərin məhkəməsindən danışdınız. Burada artıq Ermənilərin məhkəməsi başa çatdı. Kiminə ömürlük, kiminə 20 il, kiminə 15 il, kiminə 13 il, kiminə 19 il. Yəni, burada artıq dəyərlər dəyişdi. Dəyərlər dəyişdi. Dəyərlər dəyişəndə vətənpərvərlik eşqi artır bizdə. Sonra biz torpaq qədri bilirik. Yox, artıq biz qürurlu xalq olduq. Elə ona gəlirəm də. Bəli, ona gəlirəm. Biz o riskili aradan qalxdı. Biz burada o niskilliyimizi aradan qaldırdıq. Başımızı dik tuturuq. Başımızı dik tuturuq. Mən üzr istəyirəm, Ceyhun müəllim, bax, biz təsəvvür elə ki, ən yaxın dostlarımız türklərdir də, bizim qardaşlarımızdır. Hətta biz onlarla gedib tədbir bir yerdə eləyəndə, danışanda, həmişə bizə deyirlər ki, bir ovucu erməni əlində qalmışsınız. Gedin torpağınızı azad eləyin də. Öz türk qardaşlarımız. Bəli. Yəni bunu Avropada da bizə deyirlər. Yəni bu da elə belə hasat məsələ deyildi. Yəni sadə vətəndaşlar düşünməsin ki, bu bir belə əlinə al get silahı Ağdamın erməniləri qovala. Erməni axı öz ixtiyarında deyildi. Erməninin arxasında bütün dünya dururdu. Dünya dururdu, bəli, dünya dururdu. İndi mənim sözümün siyasət dəyişdi. Bəli, sözümün canı o deməkdir ki, deməli artıq o dəyərlər ki dəyişir. Biz özümüzü biraz da Qarabağ azad edəndən sonra biraz da başımızı dik tuturduq. Cəzalarını çəkdiklərini gördükdən biraz da dik tutuyoruz. Zəngəzura da gedəcəyik. Bəli, onu biraz geniş demək istəyirəm. Demək istəyirəm. Və bunların hamısının ardında insanlarda vətənpərvərlik, torpağa bağlılıq eşqi yaranır və hamı birləşir. Necə ki, Ulu öndərimiz Heydər Əliyevin məzuri köçkünlərlə çıxışları mənim yanımdadır, deyildi ki, inanın, biz o torpağa Ağdama qaydacağıq, Kəlbəcərə qaydacağıq, Laçına qaydacağıq. Bu öz haqqını tapdı. Şükür Allaha. Dəmir yumruq, mən gətirib ona birləşdirmək istəyirəm ki, hamı birləşir. Ali Başkomandarımız bayaq dediyiniz kimi, Qərbi Azərbaycan izləmasının ilk görüşündə belə bir ifadə işlətdi. Bugünkü günküm yadımdadır. Bir Qərbi Azərbaycanlı olaraq bunu mən amalımdır. Allah əgər ömür nəsib verirsə, biz o torpağa qaydacağıq. Müzəffər Ali Başkomandanımız Qərbi Azərbaycanlılarla ilk görüşündə bu sözü işlədir. İnanın, biz mübarizəmizlə Qərbi Azərbaycana qaydacağıq və ulu babalarımızın qəbrini ziyarət edəcəyik. Bax, o hamının birləşməsi, Ceyhun müəllimin verdiyi bu sual, sizə verdiyi sualın davamı o kimi xahiş edirəm, qəbul edəsiniz. Biz mütləq o torpaqlara qaydacağıq. Hamı birləşib, hamı hər şeyi dərk edir. Hətta bizim Beynəlxalq Diaspora Mərkəzinin bütün işlərini, sonra hər bir kəndin icma fəaliyyətini, ünsiyyət qruplarında biz hamımız o eşqlə yaşayırıq. Biz mütləq o torpağa qaydacağıq. İnşallah. Artıq verilişimizin sonuna gəldik. Dəyərli qonaqlarıma təşəkkür bildirmək istəyirəm. Strateji baxış verilişində bugünkü qonağımız Beynəlxalq Diaspora Mərkəzi sədri İsmail Ağayev, tarixçi tədqiqatçı Həsən Niftəliyevdir. Son olaraq bu sualı hər ikinizə vermək istəyirəm. Bu demək olar ki, bu mövzuya toxundunuz. Biz öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün durmadan çalışmalıyıq. Bu istiqamətdə işləri davam edir. Hər kəs öz sahəsindən gələcəklə bağlı bu istiqamətdə istər Xocalı olsun, istər Qərbi Azərbaycana qayıdış olsun. Bizim konsepsiyamız daha nələr əlavə eləmək. Çünki dünya artıq süni intellekt dövrüdür. Dünya artıq bizim əvvəl bildiyimiz dünya deyil. Tamamilə başqa bir dəyərlərdən gedir söhbət. Deməli, Ceyhun müəllim, bax, məhz bugün sizin strateji baxış verilişimiz Beynəlxalq Diaspora Mərkəzinin deməli layihəsi çərçivəsində bu layihənin özü növbəti addımlarda dünya ictimaiyyətinin məlumatlandırılmasıdır. Heç kimsə düşünməsin ki, burada siz çəkdiniz, qoydunuz bu YouTube kanalına, bu baxış olmadı. Bunu Ermənistanda da təhqiqatlar institutları var, Rusiyada da var, Avropada da var. İzləyirlər, baxırlar, araşdırırlar. Özdə xüsusi olaraq böyük bir təşkilatın adı ilə danışılanda, hansı ki bizim təşkilatı dünya ictimaiyyətində tanınmış YouTube kanalı qəbul eləmiş, dünyanın aparıcı qeyti sektorunda yeri, ismi olan bir təşkilat olaraq.
Biz baxışlarımızda dəyişiklik yaratmışıq. Və Həsən müəllim dedi. Biz dünənə qədər sevmədiyimiz, bəyənmədiyimiz gənclərimiz, hansı ki o gənclər ki, biz deyirdik ki, bu gənclərdən nə ola bilər? Həmin gənclər Şuşaya bayraq sancdılar. Biz gözləmədiyimiz gənclər. Yəni baxışlar tamamilə dəyişibdir. Üzr istəyirəm, tarix dərsindən 2 qiyməti alan Qarabağda tarix yaratdı. Həqiqətən tarix yaratdı. Gözləmədiyim canlı şahid olmuşam. Həqiqətdə belə. Tarix dərsində orta məktəbdə 2 alan gəncimiz Qarabağda tarix yazdı. Biz dünənə qədər neçə ki Qarabağ işğaldaydı, hamımız deyildi biz Qarabağlıyıq. Hamı Qarabağ uğrunda mübarizə apardı. Bugün biz Zəngəzur uğrunda mübarizə aparmalıyıq. Biz bugün Dərələk, Göyçə uğrunda mübarizə aparmalıyıq. Bu bizim doğal haqqımızdır. Biz bugün həm diaspora təşkilatları, məsələn, Həsən müəllim də bilsin, yəni bizim izləyicilərin də xəbəri olsun ki, qeyri-hökumət təşkilatının Dövlət Dəstək Agentliyi bugünə qədər son 4 ildə, son 3 ildə, 3-4 ildə həyata keçirilən layihələrin 50%-dən çoxu, ayrılmış pulların 50%-dən çoxu Qərbi Azərbaycan məsələsinə ayrılır. Bəli, bəli. Sərgilərin keçirilməsi, filmlərin keçirilməsi, ondan sonra konferansların təşkili. Məsələn, bizim sonuncu, Beynəlxalq Diaspora Mərkəzi olaraq bizim sonuncu tədbirimiz qeyri-hökumət təşkilatı Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə Çexiyanın Praqa şəhərində Qərbi Azərbaycanlılara dəymiş maddi və mənəvi ziyan, o cümlədən tariximizin bir baxışı oldu və sərgi keçirdi Praqanın mərkəzində. Bəli. Və orada ermənilər də gəldi, iştirak elədi. Eyni bir layihəni Fransada başqa bir təşkilat həyata keçirdi. İradə Rızazadəgil başqa bir yerdə elədi. Köçəri müəllimgil Bakıda elədi. Ümumiyyətlə də, yəni belə götürəndə Azərbaycan dövləti istiqaməti o qədər gözəl və mütəşəkkil bir formada tutubdur ki, yetər ki, məsələn, yerli televiziyalarımız, bugün baxışlı olan televiziyalarımız daha çox bu məsələlərə vaxt ayırsınlar, daha çox bu məsələlər tarixi filmlərə, ondan sonra dünya görüşü artıq olan gənclərimizə yer versən və bugün də o gənclərimiz Avropada daha çoxdur. Bizim bildiyimiz və bilmədiyimiz kifayət qədər Azərbaycanı sevən, Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini sevən kifayət qədər gənclərimiz var ki, artıq onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Xocalı faciəsinin şəhidlərinin adını çəkdikcə doğrudan da bir daha o günlərə, o məqamlara qaydırıq. Elə bax, bugün qarşımızda İsmail müəllim, bayaq dediyiniz sözə bir qüvvət, hədəf qoymalıyıq. Hədəfsiz həyatda heç nə yoxdur. O hədəf bizə vətən, torpaq, birləşmək və nail olmaq arzularına gətirib çıxarda bilir. Biz torpaq sevgisini, mən deyərdim ki, deportasiya olunandan sonra, torpaqlarımız işğalda altında olandan sonra, nə bilim, şəhid qanı tökülən zaman vətən torpaqda olduğunu bilmişik. Bir ifadə var, həmişə də bunu deyirlər, mənim ən belə ürəyimə yatan bir sözdür. Torpaq nə zaman qiymətli olur? Torpağı adi bir quru torpaqdır da, ona su qarşılarında palçığa çevrilir. Elə ki, o torpaq şəhid qanı ilə yoğrulur, vətən olur, torpaq olur, vətən eşqi, torpaq eşqi. Qarşımızdakı hədəfə inşallah çatacağıq. Bu dediklərimizin hamısını, sizin dediklərinizin hamısını birləşdirmək şərti ilə. İnşallah bu il növbəti hədəfimiz Qərbi Azərbaycana. İnşallah bu il Zəngəzur dəhlizi, Zəngəzur yolu açılar. Növbəti hədəfimiz Qərbi Azərbaycan icmasının köməkliyi ilə, diasporaların köməkliyi ilə, gənclərimizin fəallığı ilə, xarici ölkələrdə başımıza gələn müsibətləri bir daha real şəkildə tanıtdırmaqla İnşallah qarşımıza məqsəd qoymuşuq. Bizim hədəfimiz yalnız Qərbi Azərbaycana qayıtmaqdır və eyni ilə ilk olaraq sizin bu verilişin strateji baxış verilişinin köməkliyi ilə biz artıq yeni bir yola düşmüşük. Bu yolla da sizin verilişinizə işıqlı günlər arzulayıram, işıqlı gələcək arzulayıram. Nəinki mən, hələ mənim kimi bir neçə insanlar bu veriliş vasitəsilə öz sözlərini deyəcəklər. Cəmal müəllim, kifayət qədər təşkilat olaraq siz də artıq bir imzanız var, tanınırsınız. Tutduğunuz yol çox düzgün yoldur. Mən düşünürəm ki, bir illər keçəcək, biz bugün başladığımız ofisdəki bu verilişlər sizin ayrıca bir kanalınız olacaq. Dünyaya yayılan bir neçə dildə yayılan kanalınız olacaq. Mən təklif edirəm ki, növbəti dəfələrdə hətta sizin
gələcəkdə bu kanalın içərisində bir erməni dilində də bir verilişiniz olsa, o məsələlərə erməni dilində də yanaşılsa, dünya ictimaiyyəti üçün və Azərbaycan həqiqətlərin erməni vətəndaşlarına, erməni insanlara çatdırmaq ki, onları məhz o erməni diasporasının, erməni kilsəsinin əlindən almaqda mühüm rol oynaya bilərsiniz və mütləq də bu lazımdır. Sizə can sağlığı arzulayıram. Bax, o bayraq bizim ana bayrağımızdır, bizim doğal haqqımızdır. Bizim babalarımız o bayraq uğrunda mübarizə aparıbdır. Məhz o bayraq həmişə yaşamalıdır. O bayraq həmişə biz qaldırmalıyıq. Allah sizdən də razı olsun. Allah var eləsin. Allah canınızı sağ eləsin. İsmail müəllim, sizə də, Həsən müəllim, sizə də təşəkkür bildirirəm. Strateji baxış verilişinin qonağı oldunuz. Yeni ilk verilişimizin iki dəyərli qonağı oldu, iki dəyərli ziyarəsi oldu. Sizə də təşəkkür bildirirəm. Bunda əziz izləyicimizə bunu demək istəyirəm ki, Beynəlxalq Diaspora Mərkəzinin BDM TV adlı bir kanalı artıq bir ikinci verilişini bugün başlatdı. Xeyir duasını da başda sədrimiz İsmail müəllim Ağayevdən aldıq və dəyərli tarixçimiz Həsən müəllim də öz xeyir duasını strateji baxış verilişinə xeyir duasını verdi. İnşallah mən inanıram ki, bizim bu verilişimiz öz axarına davam edəcəkdir. Növbəti qonaqlarımız da sizlər kimi Azərbaycanın milli mənəvi dəyərləri istiqamətində öz strateji baxışını ortaya qoyacaqdır. Sonuncu olaraq verilişində gəldiyinizə görə sizə təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun. Bu minvallara Ramazan ayının ikinci günündə verilişimizi çəkirik. Sizə uğurlar arzu edirəm. Ramazan ayınızda xeyirli, uğurlu olsun. İşlərimiz aman olsun, xeyirli olsun. Amin inşallah. Başlarınız sayı çox olsun. Gözəl qonaqlarınız olsun. Xüsusi olaraq dərələzləri, terpilləri, leyl-qaçanla köşməkləri unutmayın. Təşəkkür edirəm. Növbəti verilişdə də görüşmək ümidi ilə Allah'a əmanət olun. Sağ olun.